Rayonda bir günümüz necə keçir? Əgər gün ərzində işlərim çoxdursa, səhər bacardığım qədər tez oyanmağa çalışıram. Amma işlərim çox deyilsə, daha gec oyanıram ki, biraz dincələ bilim. Səhərlər ilk növbədə əl üzümü yuyandan sonra mütləq şəkildə üz baxımımı edirəm. Ardınca isə öncəki yataq otağımızdan başlayaraq təmizlik edirəm. Yoldaşım evdə olduğu vaxtlar təbii ki, bu işlərdə mənə köməklik göstərir. Sadəcə bu gün səhər smeni olduğu üçün məcburən ev işlərini tək görməli oluram. Dərin bir təmizlik etmədən öncə bacardığım qədər ortalığı yığışdırıram öncəliklə. Ardınca isə özümə bir çay qoyuram. Çay da qaynayana qədər dünəndən qalmış bütün qabları yuyuram. O sırada balaca pişiyim də mənə köməklik göstərir. Sonra isə paltar yuyan maşınından yuyulan paltarları çıxarıb çirkli olanlarla əvəz edirəm. Nəhayət az da olsa işlərimi yüngülləşdirəndən sonra özümə bir fincan çay qoyuram. Bu mənim həm səhər çayımdır, həm də səhər yeməyimdir. Sizi bilmirəm, amma mən səhər yeməyi yeməkdə həqiqətən çox əynirəm və heç sevmirəm. Çayımı içib fasilə verəndən sonra başlayıram ümumi olaraq təmizliyə. Həftə içi günləri bir o qədər dərin bir təmizlik eləmirəm. Çünki günortadan sonra işdə oluram və gün ərzində zaman mənə yetmədiyi üçün təbii ki, çatdıra bilmirəm. Paltar yuyan maşından geyimləri də götürüb onları sərirəm həyətdə və ev işlərini də bitirdikdən sonra demək olar ki, artıq işə getmə vaxtı çatır. Onun üçün də əlimdəki işləri bitirib başlayıram hazırlaşmağa. Sürətli şəkildə hazırlaşıb evdən çıxıram və yollanıram 3-cü iş yerim olan geyim mağazasına doğru. İşə gələn kimi təbii ki, güzgüdən şəkil çəkməsəm olmaz. Çay içmədən isə heç cürə olmaz. Özümə qəşəng pür rəngi çay süzürəm və işləri qaydasına salmağa başlayıram. Görəcəyim işləri planlayıram. Arada boş vaxtında seriala da baxıram və gün ərzində müştərilərdə yola salıb günümü bitirirəm. Təbii ki, bu qədər işlərin arasında bəzən yemək yeməyə də çatdırmaq olmur və belə zamanlarda isə biz qısa zamanda rayonumuzun rəğbətini qazanan Zakaradan özümüzə sushi sifariş verdik. Yadınızdadırsa keçən dəfə sizinlə paylaşanda ilk dəfə dadına baxırdım və dadı o qədər xoşuma gəldi ki, artıq sushinin bağımlısı olmuşam deyə bilərəm. Burada isə sizə tərkibin nə qədər dolu olduğunu göstərirəm. Bu arada təkcə rayonumuza deyil, təbii ki, digər bölgələrə də çatdırılma edirlər. Əgər aranızda mənim kimi ilk dəfə sushinin dadına baxmaq istəyənlər varsa, Zakara sushini sizə gözü yumulu tövsiyə edirəm. Biz sushilərimizin keyfini çıxaraq sizinlə isə növbəti vlogda görüşərik. Sağ olun, sağlıqla qalın.